Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Zəncan əyalətində 65 nəfərə qarşı İsrail və Amerika xeyrinə casusluq ittihamı irəli sürülüb. Bu barədə əyalətin baş hakimi Əli Fərəci bərhəq bildirib. O, həmin şəxslərdən 14-ünün əmlak və aktivlərinin müsadirə olunması barədə qərar çıxarıldığını deyib. Bərhəq müharibə başlayandan bugünə kimi Zəncan əyalətində ümumilikdə 92 nəfərin casusluq ittihamına görə saxlanıldığını qeyd edib. Təbriz şəhərində müxtəlif növ çörəklərin qiymətində kəskin bahalaşma olub. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə çörəyin növündən asılı olaraq 70%-dən 105%-ə qədər bahalaşma qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl Urmiya, Zəncan, Ərdəbil və Qəzvin şəhərlərində də çörək bahalaşıb. Davam edirik. Dövlətin nefti hərbi quruma yönləndirilib. Gün TV'nin məlumatına görə İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, hökumətə məxsus olan 20 milyon barel neft Sepahın hava kosmik qüvvələrinə verilib ki, bu qurum öz imkanlarını və hərbi təchizatını gücləndirə bilsin. Pezeşkiyan çıxışında deyib, dövlətə aid olan 20 milyon barel nefti Sepahın hava kosmik qüvvələrinə verdik ki, özlərini təchiz etsinlər. Öz maliyyə imkanlarımızı və valyuta resurslarımızı onların ixtiyarına verdik. Sepahın hava kosmik qüvvələri İranın balistik raket proqramının əsas icraçılarından hesab olunur. Bu qurum son müharibələr zamanı İsrail və bölgədəki digər hədəflərə yüzlərlə raket buraxıb. Pezeşkiyan həmçinin iddia edib ki, hökumətin maddi və logistika dəstəyi olmasaydı, İranın silahlı qüvvələri son müharibələrdə fəaliyyətlərini davam etdirə bilməzdi. Son illərdə İranın neftinin satışında və ölkənin enerji gəlirlərinin idarə olunmasında Sepahın roluna dair çoxsaylı hesabatlar yayımlanıb. Müxalif çevrələr isə ölkənin iqtisadi böhran və ağır sosial problemlərlə üzləşdiyi bir vaxtda dövlət resurslarının hərbi qurumlara yönəldilməsini sərt şəkildə tənqid edirlər. Pakistan, İranla ABŞ arasında yekun razılaşmanın əldə olunacağına ümid edir. Gün TV'nin məlumatına görə, Pakistanın Xarici İşlər Naziri İsaqdar Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib ki, İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır. O qeyd edib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa razılıq verib və davam edən ABŞ-İran danışıqlarının yekun razılaşma ilə nəticələnəcəyinə inandığını bildirib. Pakistanlı nazirin sözlərinə görə İsveçrənin Burgenstock şəhərində keçirilən danışıqlarda 3 texniki qrup fəaliyyət göstərir. Bu qruplar İranın nüvə proqramı, dondurulmuş maliyyə vəsaitləri və Livan məsələsini müzakirə edirlər. İsaqdar həmçinin vurğulayıb ki, Pakistan tərəflər arasında əldə olunan razılaşmaların həyata keçirilməsini dəstəkləməyə davam edəcək. ABŞ prezidenti Donald Trump Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. Trump bu barədə Fox News-un müxbiri Trey Inks da bildirib, eləcə də Truth Social sosial şəbəkə hesabında yazıb. Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəm. Siz oranı bağlasaz, ölkəniz olmayacaq, deyə Trump İranın İslam İnqilabı Keşikçiləri Korpusuna müraciət edərək deyib. Məcbur qalsaq, boğazı nəzarətə götürməyimiz mümkündür. Əgər onlar razılaşma əldə etməzsələr, biz rüsumlar alacağıq, deyə o bildirib. Bundan əlavə, o İranı Hizbullah qruplaşmasının da fəaliyyət göstərdiyi Livandakı proksi qüvvələrini cilovlamağa çağırıb. ABŞ prezidenti Donald Trump'ın təhdid xarakterli açıqlamalarından sonra İran mediası İsveçrədə davam edən danışıqların dayandırıldığını iddia edib. Sepaha yaxın olan Fars və Təsnim agentlikləri İran nümayəndə heyətinin Trump'ın son bəyanatlarına etiraz olaraq Birləşmiş Ştatlarla danışıqları dayandırdığını yazıblar. Trump danışıqların başlanğıcı ilə eyni vaxtda bildirib ki, əgər İran Hizbullahın Livanda hücumlarını dayandırmasına nail ola bilməzsə, ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər. İran nümayəndə heyətinin rəhbəri Məhməd Baqir Qalibaf da açıqlamasında İran silahlı qüvvələrinin mümkün cavaba hazır olduğunu deyib. Trump eyni zamanda Fox News-a müsahibəsində razılaşma əldə olunmazsa, ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ ala biləcəyini və oradan keçən gəmilərdən rüsum tələb edə biləcəyini bildirib.
bildirib. O, İran rəsmilərinə xəbərdarlıq edərək deyib, əgər Hörmüz boğazını bağlasanız, artıq ölkəniz qalmayacaq və hətta geri qayıda bilməyəcəksiniz. Bütün bunlara baxmayaraq, İran və ABŞ arasında Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə aparılan danışıqların gələcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. İsveçrənin Bürgenstock şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Araqçı X hesabında paylaşım edib. Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib. Blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb. Həmçinin İranın bərpası və inkişafı üzrə geniş miqyaslı proqram işə salınıb, deyə nazir vurğulayıb. Xəbərlərimiz davam edir. Bazar günü Qətərin Ras Leffan sənaye şəhərində baş verən partlayış və yanğın nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər isə itkin düşüb. Qətərin Daxili İşlər Nazirliyi bildirib ki, xilasetmə qrupları itkin düşən şəxslərin axtarışını davam etdirir və partlayış texniki qəza kimi qiymətləndirilib. Nazirlik həmçinin ictimai təhlükəsizliyə heç bir təhdidin olmadığını qeyd edib. Qatar Enerji şirkəti hadisənin Bərzan yerli qaz təchizatı obyektində fəaliyyətin yenidən işə salınması zamanı baş verdiyini açıqlayıb. Şirkətin məlumatına görə fövqəladə hallar qrupları hadisə yerinə cəlb olunub və yanğın nəzarət altına alınıb. Ras Leffan Qətərin ən mühüm enerji mərkəzlərindən biri və ölkənin maliyyələşdirilmiş təbii qaz sənayesinin əsas obyektlərindən hesab olunur. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına başlamağa hazır olduğunu bildirib. O, bu barədə TSN telekanalına müsahibəsində danışıb. Prezidentin sözlərinə görə G7 sammiti çərçivəsində ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə Rusiyaya qarşı sanksiyalar, həmçinin Ukraynaya Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalı məsələləri müzakirə olunub. Zelenski qeyd edib ki, ABŞ tərəfi ilk dəfə bu məsələyə müsbət yanaşıb. İlk dəfədir ki, onlar bu məsələni həll edəcəklərini bildiriblər. Əvvəllər yalnız baxarıq, bilmirik kimi cavablar verilirdi, deyə Ukrayna lideri bildirib. Onun sözlərinə görə hazırda ABŞ ildə təxminən 700 Patriot raketi istehsal edir. Almaniyaya bu raketlərin lisenziya əsasında istehsalına icazə verilsə də bu həcmin kifayət etmədiyi vurğulanıb. Xəbərlərimiz davam edir. İran və ABŞ arasında Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Günas TV-nin məlumatına görə İran mediası və Reuters agentliyi diplomatik mənbələrə istinadən bildiriblər ki, bazar günü keçirilən İran-ABŞ danışıqlarının birinci raundu yekunlaşıb. Görüş İsveçrənin Lütserin şəhərində yerləşən iqamətgahların birində keçirilib. İranın Fars və İRNA agentlikləri də ilk 4 tərəfli görüşün başa çatdığını təsdiqləyiblər. Fars agentliyinin məlumatına görə ilk mərhələ təxminən 80 dəqiqə davam etdikdən sonra tərəflərin daxili məsləhətləşmələri üçün dayandırılıb. Məlumata əsasən danışıqlarda əsas müzakirə mövzuları Livandakı vəziyyət, Hörmüz boğazı və İranın uran ehtiyatları olub. İran nümayəndə heyətinə Məhməd Baqir Qalibov, ABŞ nümayəndə heyətinə isə ABŞ vitse-prezidenti J.D. Vance rəhbərlik edir. Vance danışıqlar başlamasından əvvəl bu görüşü tarixi adlandırıb və Vaşinqtonun İranla münasibətlərdə əsaslı dəyişikliklərə hazır olduğunu bildirib. İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında neft satışı üzrə lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunub. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai açıqlayıb. Neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması barədə müzakirələr aparıldı və yaxşı irəliləyişlər əldə olundu. Gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi ilə bağlı bir mexanizmin təşkil edilməsi qərarı alındı ki, bu da mühüm əhəmiyyət kəsb edir. Bəqainin sözlərinə görə, hazırki mərhələdə danışıqlar heyətin işi başa çatıb, lakin texniki qruplar iyunun 22-sində öz işlərini davam etdirəcəklər.
İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb. Bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər, Qətər və Pakistan Xarici İşlər Nazirliklərinin İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb. Qeyd edilib ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılmasına daxil olmaqla həvəsləndirici irəliləyişlər əldə olunub. Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb. Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlanması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədi ilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb deyə bəyanatda qeyd olunub. Buraxılışımız davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdimühəmmədovun iştirakı ilə iyunun 22-sində Dostluq neft daşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən Dostluq neft daşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Deadweighti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda Bakı gəmiqayırma zavodunda iri həcmli və texnoloji baxımından mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir. Bu zavodda indiyənədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Azərbaycan və Qırğızstan Müdafiə Nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Müdafiə Nazirliyinə məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bundan əlavə görüşdə müvafiq istiqaməti üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətinə maraqlandıran suallar cavablandırılıb. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.